bizler Azerbaycan torpaqlarının azadlığı uğrunda canı fəda etmiş şəhidlərimizin xatirələrini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Söz verilir məktəbimizin direktor müavini Abi Cəfərov. Aziz tədbir iştirakçıları, aziz şəhid ailələri, bizim qazilərimiz, müəllimlər və şagirdlər. Bugün əlamətdar bir gün münasibəti ilə məktəbimizin ad salonunda toplaşmışıq. 8 noyabr Zəfər günü. 30 ilə yaxın bizim torpaqlarımız işğal altında qaldı. Mənfur düşmənlərimiz, mənfur qonşularımız 200 il ərzində zaman bizim torpaqlarımızı əsarət altına aldılar. Və elə bilirdilər ki, hər zaman bu belə də olacaq. Lakin səbir kasasının daşan vaxtı da olur. Ermənilərin o vaxtki prezidenti deyirdi ki, qeyrəti olan xalq torpağını danışıq yolu ilə almaz. Amma bizim ali başkomandanımız da, bizim xalqımız da qan tökülməsini istəmirdik. Lakin artıq danışıqlar nəticə verməyəndə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmayanda başa düşənə biliklə cavab verirlər, başa düşməyənə biləklə. Və nəhayət 2020-ci ilin sentyabr ayının 27-sində biz vətən övladları torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladıq. Cəmi 44 gün ərzində ərazimizin, işğal altında olan ərazimizin böyük bir hissəsi işğaldan azad edildi. Lakin bu da düşmənlərimizə dərs olmadı. Onlar bu torpaqda yaşamaq yolunu seçmədilər. Yenidən öz çirkin niyyətlərindən əl çəkmədilər. Və nəticədə 2023-cü ilin 19 sentyabrında lokal xarakterli antiterror əməliyyatı nəticəsində digər ərazilərimiz də işğaldan işğal edilmiş ərazilərimiz də azad edildi. Uzun illər düşmən şeytan şər yuvası olan bizim Xan kəndimiz düşməndən azad edildi. Bugün orada Azərbaycan bayrağı dalgalanır. Bugün mənim övladım da orada təhsil alır. Burada bizimlə bir yerdə əyləşən qazimiz Elton Rüstəmovunda. Onun da övladı orada təhsil alır. Məhz bu şəhidlərimizin, qazilərimizin sayəsində. Hər şeyi əldə edilmək var. Dövlət, sərvət, texnika, silah, hər bir sursat, amma insan amili orada birincidir. İnsan olmasa o texnikanı idarə edən kim olacaq? O texnikanı idarə edən bir qüvvə isə sizin kimi vaxtilə bu məktəbdə oxumuş şagirdlər sonradan böyük əskər oldular. Vətənin müdafiəsinə qalxdılar. Və öz bacarıqlarını orada da göstərdilər. Elə şagirdlərimiz oldu ki, mən həmişə deyirəm, şagird yaxşı da oxuyan, pis də oxuyan, lakin də ola bilər. İtiraz etməlidir. Öz bacarığı ilə, savadı ilə, ağlı ilə yaxşı olar ki, sülh yolu ilə. Amin müəllim yaxşı qeyd elədi. 30 il ərzində bizim ölkəmiz rəhbərlik istəmədə artıq qan tökülsün. Elşən müəllimin rəhbərliyi altında onlar tarih gəlirlər yarışlarda və hər zaman da belə olacaq. Baxın, əziz balalar, bu
burada əyləşən bu qazilərimizlə bir neçə il öncə sizin kimi burada şagird idilər, 7 saylı məktəbin şagirdləri idilər və müharibə vaxtı onlar ön cəbhədə bu əsr igid, əsr kişi bunlardır. Əsr məktəbin adını, rayonun adını, respublikasının adını ucalara qaldıran bütün insanlardır. Çalışın bunlara oxşamağa. Bəli, şimdi bizim qazilərimizi almışdır, əsr kişilər onlardır, şahidlərimizdir. Bir de şahidlərə, qazilərə borçluyuz. Bir de şahid analarının, atalarının onlara borçluyuz. Her aldığımız nefese, her günümüze göre bu yiğitlere borçluyuz, o şehitlere borçluyuz. Şimdi ise biz mezunlarımızı, yani gazi olan Biz de öğretmenlikte herkes tamamlıyoruz. Bizler önce bu mektebin şahitleri olmuştuk. Bizler ders diyenlerle tamamlayalım. Öz yolu hakkında çok uzun danışmak istemiyorum. Geçen tedbirlerin birinde mektebimizin tümle bir yerde ders geçen şahitlerimizden müellimemizin oğlu Tahir'e müellime çok güzel bir sözü. Ben biliyorum ki sizin kanunun benden korkuyor. Çünkü olan son sözlerini bize değiller. Hepsinin ortak kardeşini bir yerde İmran bizim dostumuzdur, bizim karşımızda başlarımız, Allah'ın tarafından. Bilirəm ki, sizdə heç bir təsəlli yoxdur. Yəni, bunun təsəllisi yoxdur, amma Allah'tan sizə təsəlli alır. Hər zaman şəhid analarının qulluğundayız. Zəfər günü, bugünkü gün, inanın, yəni, biz çok seçilmişiz döyüşdə olduğumuz gün. Yani şehitlerimizin kanı geride kalmadı. Hemen gün biz çok dururuz. Çok sağ olun. Zaferliğinizi tercih edilen, bunu bize bahşeden şehitlerimizin karşısında baş eğilen, müəllimələrimiz, qadir müəllim, bizi burada dəvət edildiyiniz üçün, Eşən müəllim, bizi burada dəvət edildiyiniz üçün sizə təşəkkür edirəm. Yad edildiyiniz üçün təşəkkür edirəm. Çok sağ olun. Hər birinizi bir daha salamlayla. Mən də 4 günlük vətən müharibəsi və öz qanımızla iştirak edilmişik və şəhidlərimizə Allah rəhmət versin, qazilərimizə Allah can sağlığı versin, şəhid valideynlərinin qarşısında baş əyrik. Bizə bu vətənpərvərlik ruhunu bu 7 nömrəli məktəbdən almışıq və Eşən müəllimə özləri təşəkkürümüzü bildiririk. Bizə hərbi məktəbində, hərbi dərsdə hər cür incəlikləri, hər cür silahla necə davranış qaydaları, vətənə olan sevgini bizə öyrədir. Biz bu 44 günlük vətən müharibəsində bir olaraq, bir yumruq kimi öz zabitlərimizin komandasına, əmrinə tabi olaraq vətənimizi münasibəti ilk öncə şəhidlərin ruhu qarşısında baş əyirəm. Şəhid anaları qarşısında, ataların qarşısında baş əyirəm. Və biz müharibədə anladıq ki, Eşən müəllim gənc yaşlarından bizə idman dərsliyi. Yəni onun bir müharibədə olmuş zabit kimi, yəni profesional döyüşçü kimi onun bizə öyrətdiklərini biz müharibədə çox əhəmiyyətsiz görmüşük. Buna görə ona da təşəkkür edirəm. Sizden razı olsun. Çok sağ olun. Aziz
gazi balalarımız, kardeşlerimiz, biz size borçluyuz. Biz size minnettarız. Siz bizim şagirdimiz idiniz. Burada bak, burada bu mektebin otaqlarında biz size ders verdik. Ve bugün ama sizin sayenizde biz bugün rahat yaşayırıq. Eyşən müəllim sizə hərbi öyrədirdi, mən tarihi öyrədirdim. Amma siz hərb meydanında özünüz tarih yazdınız. Ona göre de var olun. Allah sizi korusun. Her zaman size minnettarım. Evet. Var olun. Allah sizleri korusun. Tedbirimiz tamam inşallah. İndi isə tədbirimizin bədii hissəsinə başlayırıq.
Evlat gerek vətənə, vətəndir yol deyirlər, ona qurban gedənə, əsl oğul deyirlər. O əbədi namuslar, o əbədi qorustur, ülkət kuş uçar, onu əldən buraxdır. O mavi torpağı, ruhdan, candan ileri, oradan qabaqdır, o anadan ileri. O mavi torpağı, ruhdan, candan ileri, oradan qabaqdır, o anadan ileri. İlerlerler, vətəndən pay olmayı, ömürdən pay verər.
müddət ərzində hazırladıkları bu kompozisiya görə duruşmalarına dəyildimi ki, bu gənc balalar, bu gənc nəsil bax bu cür yaşasın, hazırlaşsın, sevinsin, bayram eləsin. Bunu biz elədik, siz elədik. Bir daha qazilərimizin, şəhidlərimizin şərəfinə gurultulu alqışlar. Sağ olun.